mövzumuz diqqət. Yeni mövzumuz diqqət haqqında olacaq. Diqqət nədir dedik? Diqqət psixi prosesimizin müəyyən obyekt üzərində köklənməsidir. Diqqət nəyə bərabərdir dedik? Nitqə bərabərdir. Nəyə görə dedik diqqət nitqə bərabərdir? Çünki diqqət, bəli, əgər biz düşündüyümüzü dilimizə gətirə bilmiriksə, düşünməyimizin də bir anlamı olmaz. Diqqət bərabərdir nitqə. Bəs yaxşı, diqqət haqqında baxaq görək. Uşinski nə deyir? Uxtomski nə deyir? Pavlov nə deyir? Bu üç pedagog haqqında, yəni diqqət haqqında dediklərini bugün öyrənəcəyik. Üçü haqqında. Uşinski nə deyir? Uşinski deyir ki, diqqət şuurumuzun, ruhumuzun elə bir qapısıdır ki, bizim şuurumuza gələn, bizim ruhumuza gələn bütün məlumatlar o qapıdan içəri daxil olmalıdır. Yəni, o qapını deyir, hər zaman uşaqlar üçün açıq saxlayın. Nə deməkdir bu? Bunu belə deyək də, məcazi mənada deyir də. Yəni, deyir ki, hər kəsin beynində bir qapı olur. Və bütün sizdən, hər kəsin aldığı məlumatlar o qapıdan içəri girir. O qapını deyir, həmişə açıq saxlamaq lazımdır. Yəni, diqqətiniz həmişə aysa orada olsun deyir. Bax, bunu başa düşdük. Diqqət ruhumuzun elə bir qapısıdır ki, yazacağım bunu. Elə bir qapısıdır ki, şuurumuza gələn bütün məlumatlar o qapıdan içəri girir. Deməli, diqqət ruhumuzun elə bir qapısıdır ki, şuurumuza ötürülən bütün məlumatlar o qapıdan içəri girir. Yəni, Uşinski deyir ki, hər zaman elə eləyin ki, motivasiyada diqqət. Eləyin ki, hər zaman motivasiyanı düzgün şəkildə qurun ki, uşaq da sizdən nəyisə öyrənə bilsin. Aydın oldu Uşinski, bunu bu qapı söhbəti deyir, məcazi mənada deyir. Yəni, deyir ki, o qapılar hər zaman açıq saxlayın. Uşaqların diqqətini hər zaman cəlb etməyi bacarın deyir. Bəs Uxtomski ilə Pavlovun fikirləri nədir? Uxtomski ilə Pavlov bir-birinin əksi olan sözləri işlədir. Bax, Uxtomskinin prinsipi, bunu deyəcəyik, dominantlıqdır. Dominantlıq. Pavlov isə induksiya sistemidir. Induksiya. Deməli, dominantlıq. Uxtomski dominantlıqda nə deyir? Dəyişmir. Dəyişmir. Olduğu kimi qalır. İndi izah edəcəm. Qalır, yayılmır. Bu nə deməkdir? Deməli, Uxtomski deyir ki, bax, məsələn, elə uşaqlar var ki, deyir, nəyisə uşağa öyrədirsən və yaxud da nədənsə danışırsan, uşağın diqqəti orada sizdədir, yəni dəyişmir də. Tutaq ki, belə deyil, mən məşğələ keçirəm, Uxtomskinin dediyinə əsasən. Məşğələ keçirəm, qapı açıldısa, uşaqlar heç qapıya baxmırlar, mənimlədir diqqətləri. Aydın oldu, Uxtomski bunu deyir. Deyir ki, dəyişmir. Əsasən, indiki o müasir dövrün belə deyək uşaqlarına aid deyil, çünki diqqət çox onlarda belə bəli, dağınıq olur da. Onu Pavlov deyir. Pavlov ama deyir ki, həmişə uşağın diqqəti yayılır. Aydın oldu. Əsasən bu Uxtomskinin dediyi o indi telefonlar moddadır da. Uşaq telefona baxır. Ay sağ ol. Ay sağ ol. Bax, Uxtomskinin dediyi odur. Uşaq telefona baxır, nə qədər çağırsanız sizə reaksiya vermir də. Ay sağ ol. Dominant olaraq orada qalır. Dominant nə deməkdir? Daimi şəkildə. Orada qalır. Amma Pavlov deyir ki, yox, çağıran kimi cavab verəcək. Yəni, o onların fikirləridir də. Başa düşdür? Ay sağ ol. Uxtomskinin dediğini deyirsiniz ki, dominant olaraq qalır, yoxsa... Uşinski'nin fikrinə lazım, çünki daim diqqəti cəlb eləmək lazım. Diqqəti cəlb... Bəli. Uxtomski, müəyyən məqamlarda da, belə deyəcəm, bu sadəcə olaraq Uşinski'nin məsləhətidir. Bu isə Uxtomski və Pavlovun fikirləridir. Məsləhət budur ki, yəni sadəcə olaraq mən məsləhət görürəm ki, deyir, uşaqlara birinci motivasiya qurun, sonra nəyisə öyrədin. O qapını deyir, açın, sonra nəyisə öyrədin. Amma bu məsləhətdir. Burada isə bu ikisinin isə bir-birinə zidd olan fikirləridir. Uxtomski deyir ki, diqqət yayılmır, olduğu kimi qalır da. Uşağa məsələn məşğələ keçsiniz, o sizdədir fikirə. Kim də çağırsın, nə də olsa o sizdə eşitməyəcək. Amma Pavlov deyir ki, yox, uşaq yəni bir dənə səs oldu, çevrilib baxacaq. Bu aydın oldu bura qədər. Sonra diqqətin növləri, diqqətin 3 növü var. Əvvəl gəlin funksiyalarını deyək. 3 funksiyası var, 3 də növü. Buraya yazacağım funksiyaları.
Hansılardır? Birinci, diqqəti seçmək. İkinci, diqqətə nəzarət etmək. Nəzarət. Üçüncü isə diqqəti saxlamaq funksiyası. Diqqəti saxlamaq. İndi gəlin bunların izahını bilək. Diqqəti seçmək nədir? Məsələn, siz bilirsiniz ki, bugün həftənin ikinci günüdür və biz saat 12-də kursda olmalıyıq. Neylədiniz siz bunu? Seçdiniz. Elə deyilmi? Səhər durdunuz və yaxud da bax, tutaq ki, deyirsiniz ki, bugün bizim mövzumuz inkişaf sahələridir. Və kitabı açırsınız, inkişaf sahələrini başlayırsınız oxumağa, fikirləşdiniz, seçdiniz də onu, elə deyilmi? Mövzunu seçdiniz. Bu seçmək funksiyasıdır. Və yaxud da deyirsiniz ki, mən tutaq ki, dərsə qoşulmalıyım. Saat 9-da dərs başlayır, seçirsiniz də, deyirsiniz ki, mən indi o fəaliyyətə başlayıram. O işə anam bilə getməliyim, atam bilə getməliyim. Yəni, o fəaliyyətə artıq başlayıram mən. Bax, bu seçmək funksiyasıdır. Nəzarət etmək nədir? Mən nəzarət edirəm ki, mən dərsə qoşulanda, dərsə qulaq asanda heç kim mənim diqqətimi yayındırmasın. Bax, otağa girirsiniz, qapını bağlayırsınız. Və yaxud da uşaqlara deyirsiniz ki, bax, sakit durun, mən dərsə qoşuluram. Nəzarət etməkdir. Aydın oldu? Nəzarət edirəm. Saxlamaq nədir? Hara köklənmişəmsə, hansı mövzunu oxuyuramsa və yaxud da özüm hansı dərsə qoşulmuşamsa, diqqətimi orada saxlayıram. Çalışıram ki, diqqətim yayılmasın. Aydın oldu? Deməli, seçmək, tutaq ki, seçirəm ki, 9-da dərsə qoşulmalıyam və yaxud da harasa getməliyəm. Nəzarət etmək ətrafdakıları, belə deyək ki, nəzarət edirəm ki, heç kim mənim fikrimi yayındırmasın. Saxlamaq isə özümə nəzarət edirəm ki, tam şəkildə fikrim olsun. Aydın oldu? Bu nələri oldu? Diqqətin nələri idi bu? Funksiyaları. Bəs növləri hansılardır? 1. İxtiyari diqqət. 2. Qeyri-ixtiyari. 3. İxtiyaridən sonraki diqqət. İxtiyaridən, biraz çətin mövzudur, amma öyrənəcək. Sonraki diqqət. Aha, demək, növləri hansılar oldu? İxtiyari, qeyri-ixtiyari, ixtiyardan sonraki diqqət. İxtiyari diqqət nədir? İxtiyari diqqətlə seçmək funksiyası eynilik təşkil edir. Yəni, özünüz ixtiyari olaraq deyirsiniz ki, mən bu işi görməliyəm. Aydın oldu. Bu ixtiyari, məsələn, deyirəm ki, mən kursa gəlməliyəm. Saat yenə də deyirəm, saat 12-də mən kursdayam. Qeyri-ixtiyari nədir? Qapı açıldı, baxdım, çevrildim. Güclü külək əsdi, birdən çevrilib, baxdım. Aydın oldu. Və yaxud da yağış yağmağa başlayan kimi, məşqlərdə belə olsa, uşaqlarla məşqlərə keçir, birdən yağış yağan kimi çevrilib, daha yağış yağır. Özündən asılı olmur da, bəli, refleksdir. Özündən asılı olmadan olan, belə deyək də, bilərəkdən yaranır. Özündən asılı olmadan yaranır. Özündən asılı olmadan yaranır. İndi bəs ixtiyardan sonraki diqqət nədir? İxtiyardan sonraki diqqət ixtiyari olaraq başlayır. Bax, testdə belə də düşəcək ha. Qeyri-ixtiyari olaraq davam edir. Bu nə deməkdir? Tutaq ki, baxın, yolda gəlirsiniz və belə deyək, neçə illər görmədiniz bir dostunuzu görürsünüz. Və başlayırsınız ondan söhbət edir. İxtiyari olaraq ondan söhbət edirsiniz, danışırsınız, görürsünüz və ondan ayrılırsınız. Gəlirsiniz işdə də məsələn 4-5 saat işinizdə görürsünüz. Evə gedən kimi deyirsiniz ki, mən tutaq ki, Ayseli gördüm. Yəni, biz ixtiyardan sonraki diqqətə unudulmayan diqqət deyirik. Unudulmayan. Və yaxud da uşaqlara məşğələ keçirsiniz, tutaq ki, məşğələmiz göyərçin haqqındadır da uşaqlara. Onun maketini gətirirəm və yaxud da göyərçinin özünü gətirirəm, uşaqlara maraqlı olurdu. Məşğələ keçdi, qutardı, yedilər, içdilər, yatdılar və qalxırlar, anası, atası gələnsə, bax, gələn kimi deyirlər ki, müəllimə bizə göyərçin göstərdi. Yəni, onu unuda bilirlər. Aydın oldu, müəllimə aydın olur. İxtiyari olaraq göyərçin haqqında danışanda qulaq asır mənə, ixtiyari olaraq. Qeyri-ixtiyarida göyərçin haqqında danışıram, qapı açılıb, uşaq qapıya baxır, özündən asılı olur, asılı olur. İxtiyardan sonraki diqqətdə isə artıq o göyərçin haqqında gedib evdə də danışır. Ki, müəllimə mənə bunu göstərmişdi. Yox, təkmilləşdirmə deyil. Məsələn, həmin gün mən təkcə göyərçindən danışmadım da, yeməklə yedirlər, yemək gəldi, hər şey oldu. Amma o göyərçini unutmadı. Özündən asılı olmadan o göyərçini unutmadı. İxtiyari olaraq göyərçinə qulaq asdı. Özündən asılı olmadan onu unuda bilmir. Gedib evdə onunla danışır. Aydın oldu? Bu oldu diqqət.
Gəlin bir də təkrar edək. Diqqət nəyə bərabər dedik? Diqqət. Uşinski nə deyirdi? Bəli. Bir-birindən zidd olan fikirləri söyləyənlər kimlər idi? Xtomski, Pavlov. Xtomski nə deyir? Diqqət yayılmır. Yayılmır. Pavlov isə deyir, diqqət yayılır. Neçə funksiyası oldu? Aha, seçmək funksiyası. Saxlamaq funksiyası. Seçmək necə idi? Yəni özümüz Nəzarət edəndə nə edirəm? Saxlamaq isə və yaxud da bax, bayaq dedik, bax, inkişaf tutan ki, mövzum inteqrasiyadır. Onu seçmək üçün öyrənirəm inteqrasiyanı. Nəzarət edirəm, mən dərs oxuyacaq, heç ki mənə mane olmasın. Saxlamaq isə təkrar oxuyuram ki, yanımda saxlayır. Bizdə diqqətli saxlamaq lazımdır ki, təkrar oxuyuyor. Bəli, əsas bizə lazım olan budur, hə? Yaxşı. Növləri hansılar oldu? İxtiyari, diqqət, qeyri-ixtiyari, İxtiyari artıq seçirəm də, bacım birə gedəcəm. Anam, səhər durdut, qərar verirsiniz də, aziz ol. Birdən-birə yağış yağdı, neçə birdən bilirsiniz də, qeyri-ixtiyari baxırsınız, yağış yağır. Sonra dedik ki, axşam olur, bacım ilə gedəsiydim, yağış yağır. Ay, sağ ol. Və yaxud da kiməsə, tutaq ki, kiməsə o birisi bacınıza zəng edirsiniz ki, mən tutaq ki, o birisi bacım ilə gedəsiydim, yağış yağır, edə bilmədim. Onu da bilmirsiniz də siz, aydın oldu. Diqqət bu qədər. Çətin deyil ki.